Nəqliyyat deyəndə ağlımıza qırmızı, bənövşə və bəzən də ağ avtobuslar gəlirdisə, bugündən etibarən fəaliyyətə başlayan 160 elektrik mühərriri avtobuslar sayəsində rənglər siyahısına yaşıl da əlavə olunacaq. İstiqamətlər müxtəlif, məqsəd isə bir, komfort, genişlik və daha çox insan tutumu. Avtobusların yenilənməsinə həm sürücülər sevinir, gözəl, geniş, ekoloji baxımdan təmiz, hər tərəfli yaxşı bir maşın verdilər bizə. Bu avtobuslar elektriklidir. Hava, çirkli qazlar getmir havaya. İkincisi bir tərəfdən ən müasir avadanlıqlarla təchiz olunub. İdarə etməsi də çox gözəldir, bəli. Yəni hamımız məmnundur. Bundan qabaq hərbiçi BMC avtobuslar sürdük. Onlar da yaxşı avtobuslardır. Yəni bu avtobusun üstünlükləri daha çoxdur. Yəni tormuz barəsində komfortlu, yəni bu avtobus təzədir. Yəni bu çox mükəmməl, gözəl avtobusdur. həm də sərnişinlər. İlk öncə yaşlı rəngdə olması, oturacaqların sayı çoxdur. Первый раз на этом автобусе. İlk dəfədir bu avtobusdayam. Geniş və rahatdır. Bu xoşuma gəldi. Hazırda əyləşdiyim yerdə əvvəllər mühərrik yerləşirdi, amma artıq onu məhz elektrik mühərriklə əvəz ediblər. Bu da həm əlavə oturacaqların yerləşdirilməsinə səbəb olub, həm də ki, hərəkət zamanı səsi minimuma endirib. Elektrik mühərrikli avtobuslar sıfır emisiya texnologiyası ilə təchiz edilib ki, bu da ətraf mühitin qorunmasına mühüm töhfə verir. Bu avtobuslar COP29 tədbirində istifadə edildi. Tədbir başa çatdığı üçün artıq bugündən etibarən 5 marşrut üzrə 1, 5, 21, 14 və 88A nömrəli marşrutlarda elektrik mühərrikli, tam ekoloji təmiz avtobuslar istifadə olunur və növbəti günlərdə də digər marşrutlarda da həmin avtobusların istifadəsi nəzərdə tutulmuşdur. Nəzərinizə çatdırıram ki, ümumiyyətlə 2030-cu ilədək paytaxtın bütün marşrut şəbəkəsində tam elektrikli avtobusların istifadəsi nəzərdə tutulub. Elektrik avtobusların istismarı üçün xüsusi olaraq müasir standartlara cavab verən qaraj infrastrukturu da yaradılıb. Səbinə Şükürova, Namiq Ağayev, İTV Xəbər.